بيته الطيبين الطاهرين لعن الدائم أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمة الله قريب من المحسنين صدق الله العلي العظيم. يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli möminlər, əvvəla özümə və sonra sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikr edək. Cümə namazına cəm olmuşuq. Biri digərinin ənvatı haqqında salavat zikr edək. Əziz və dəyərli möminlər, bu cümə inşallah imanlı qəlbin sütunlarından olan, insan həyatının ayrılmaz hissəsi olan ümid və Allah qorxusu haqqında danışacağıq. İnsanın həyatını çətinə salan iki hal var ki, insanın mənəvi təkamüldən, mənəvi inkişafdan geri saxlayan. Biri məyusluqdur, ümidsizlik, pessimizm halı. Bu hal insanda yarananda insan inkişafdan, mənəvi inkişafdan geri qalır. Nəinki mənəvi inkişafdan, həm də bəzən heç maddi inkişafdan da geri qalır. Biri pessimizmdir. İkincisi isə məğrurluqdur. Özündən razı olma halı. İnsan ki, özündən razı oldu, öz əməllərindən razı oldu, özünü qüsursuz bilmədi və bu da insanı məsuliyyətsiz edir və insan nəticədə yenə mənəvi inkişafdan geri qalmış olur. Bu iki hal insan həyatı üçün çox təhlükəlidir. Çox təhlükəli bir haldır. Amma Quran-ı Kərim bizə nə buyurur? Quran-ı Kərimdə Allah bizə nə buyurur? Hansı həyat tərzini buyurur? Əraf surəsi 56-cı ayədə Allah buyurur ki: وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا. Allah bu ayədə buyurur ki, yer üzü düzəldikdən sonra orada fəsad etməyin və Allaha həm qorxu, həm də ümid ilə dua edin. Həm qorxu, həm ümid ilə. Bunların hər ikisi lazımlıdır. Bu bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin ki, bir quşun uçması üçün ona iki qanad lazımdır. Biri olmayanda, qanadının biri olsa, biri olmasa o uça bilməz. İnsanın da mənəvi inkişafa çatması üçün bu iki hal, ümid və qorxu insanda olmalıdır. Bunlardan biri olsa, biri olmasa insan mənəvi inkişafdan geri qalar. Ayə deyir ki, əməllərinizdən nə çox razı qalıb məğrur olun, nə də ki, günahlarınızı görüb ümidsiz olun. İnsan ki, özünü qüsursuz bildi, o artıq özünü məhvə aparır. Ən böyük qüsur elə insanın özünü qüsursuz bilməyidir. Qüsursuzluq isə bilirsiniz nədir? Qüsursuzluq isə elə odur ki, insan özünü qüsurlu bilsin. Daim desin ki, mən nə eləyirəmsə o qüsurludur.
Həmçinin insan özünü qüsurlu bilməsi ilə yanaşı, gərək Allaha da böyük ümidi olsun, tam şəkildə ümidi olsun. Əzizlərim, sizlərə bir düstur deyim ki, necə insan həyatını sürməlidir, qorxu və ümid arasında bir əməl, hər hansı bir əməl, yaxşı bir əməl yerinə yetirəcəksənsə, birinci ümidlə yanaş. Deyinən ki, mən bunu ən gözəl şəkildə yerinə yetirəcəm, ən yaxşı şəkildə yerinə yetirəcəm. Tam ümidlə yanaş bu əmələ. Elə ki, o əməli yerinə yetirib bitirdin, sonra isə deyinən ki, ilahi, yenə bacarmadım, yenə alınmadı. Nə edimsə yenə də sənin rəhmətivə baxıram, sənin kəramətivə baxıram. Yenə də sənin rəhmətin qarşılığında, neymətin qarşılığında əməlim naqis qaldı. Yenə bacarmadım, ilahi. Birinci ümidlə yanaş, sonra isə əməlini yerinə yetirəndən sonra əməlimə naqis şəkildə bax. Bax, bunda insan inkişaf eləyər. Sonra ardıcadında başqa bir əmələ yönəl. Deyinən, yox, ilahi, mən başqa bir əməl eləyəcəm. Tam ümid şəkildə ona yanaş. Yenə də onu bitirəndən sonra öz əməlindən narazı ol. Belə bir halda olsa insan, bilirsiniz necə gözəl olar həyatı? İnsan hər anı onu bir addım irəli aparar. Hər addımında həm dünya, həm də ki, axirət üçün bir şey qazanar. Hər addımında inkişafda olar, hər tərəfli inkişafda olar insan bu halda olsa. Deməli, insan ümid və qorxu adlı iki qanadla Allahın rəhmətinə tərəf qanadlanmalıdır. Həm ümid ilə, həm də məsuliyyəti dərk eləyərək. Hər ikisinin arasında. İnsan gərək dua eləyəndə də belə eləsin. Dua edəndə birinci Allaha ki, əlini açdın, birinci öz günahlarını etiraf elə. Deyinən ki, ilahi, mən qüsurluyam. Etiraf eləyirəm ki, mən qüsurlu bəndənəm. Əməllərim naqisdir, günahlar içində qərq olmuşam. Ardıcanca deyinən ki, ilahi, amma öz əməllərimi bir kənara qoyuram. Sənin rəhmətinə isə tam ümidim var və səndən istəyirəm. Belə halda olsa insan Allahdan həm mənəvi cəhətdən hər tərəfli əldə eləyər, nələrsə əldə eləyər. Qeyd elədik ki, insan qorxu və ümid arasında yaşamalıdır. Bəs ümid nədir? Ümid özü nədir? Nə deməkdir ümid? Ümid birinci insanın Allahı tanımağından başlayır. İnsan bilsin ki, rəhməti geniş olan, qüdrəti sonsuz olan Allah onu onun özündən çox istəyir və onun xeyrini də ondan çox istəyir. Və bilsin ki, hər an onun xeyrini istəyir. Belə Allahı tanısa insan tam ümidli şəkildə olar. Ümidsizlik insanın Allahı unutması nəticəsində ortaya çıxır. İnsan ki, Allahı unutdu, ümidsiz olur. İnsan ki, Allahı unutdu, başlayır onun həyatını təlatimlər götürməyə. Bütün qəlbinin aramlığı pozulur, həyatını çətinliklər bürüyür. Hamısı nəyin nəticəsidir? İnsanın Allahı unutmasının nəticəsidir. Və insan başlayır ümidsiz və pessimist halda olmağa. Elə ki, gördün aramlığın pozulub, halın o hal deyil. Özünə de ki, dayan, nə olub sənə? Bu nə haldır? Sən niyə Allahı unutmusan? Bax, çətinliyinə, gördün ki, çətinliklər sənə üz gəlib, öz çətinliklərinə de ki, siz böyük deyilsiniz, mənim Allahım böyüdür. Siz onun müqabilində heç nəsiz. İnsan əgər gördün ki, çətinlik səni bürüyüb, bil ki, o an Allahı unutmusan, sənin qəflət halında o hal. Dərhal o haldan tövbə elə. Bəzən tövbə deyəndə elə başa düşürlər ki, insan gərək ancaq hansısa bir günahı eləsin, həmin günahdan tövbə eləsin. İnsan gərək bəzən öz halına görə tövbə eləsin. Gördün ki, halın o hal deyil, öz o pis halından tövbə elə. Tövbə eləyəndə dedi ki, ilahi, səni unutduğum, səni xatırlamadığım hər ana görə, hər dəqiqəyə görə, hər saniyəyə görə tövbə eləyirəm. İlahi, səni unutmuşam ki, mənim halım pis olub. İnsan görə halından tövbə eləsin, halına görə tövbə eləsin. Bəzən sual edirlər ki, Allah insanı niyə unutqan yaratdı? Niyə unutmaq xüsusiyyətini
Allah insana verdi. Əzizlərim, bu bilirsiniz niyədir? Bu da Allahın bir rəhmətindəndir. Çünki təsəvvür edin ki, hər kəsin həyatında çox çətin vaxtları olub. Ən çətin vaxtları olub. Və həmin çətin vaxtlar günlər keçdikcə yavaş-yavaş o ağrı, acı həmişəkinə nisbətən azalır. Azalmaqda davam edir. İnsan onu unutmur. Amma pis xatirə olaraq da olsa insanda qalır. Amma həmin ki, o gün ki, onu ki, o çətinliyi ki, hiss edirsən, digər günlərdə o cür onu hiss eləmirsən. Get-gedə elə bil ki, qəlbində o çətinlik, o ağrı, acı get-gedə azalır. Təsəvvür edin ki, Allah insana unutmaq xüsusiyyətini verməsəydi, insan bir an belə o ağrı, acını unutmasaydı, ilk gündə necə o ağrı, acını hiss eləyibsə, sonradan da elə hiss eləsəydi, insanın həyatı necə olardı? Baxın, görürsünüz, unutmaq özü də Allahın bir rəhmətinin nişanəsidir. Allah unutmağı insana verdi ki, insan ağrı, acısını, pis şeyləri unutsun. Amma insan neynədi? Birinci elə Allahı unutdu. İnsan birinci Allahı unutdu. İnsan ki Allahı unutdu, həyatında çətinliklər başlayır. Bu bilirsiniz nəyə bənzəyir? Elə bilin ki, balığı ki sudan necə ki ayırarsan, balıq nə vəziyyətə qalar? İnsanı da Allahdan ayıranda, insan həyatından Allahı çıxaranda, həyatı bax o vəziyyətə qalır insanın. İnsan o cür çətinliklərin içinə qərq olur. Bu insan başa düşməlidir ki, onun hər şeyi Allahdır. Allahı varsa hər şeyi var. Əgər Allahı unudubsa, hər şeyi varsa yenə də heç nəyin içindədir. Canım ona fəda olsun, İmam Hüseyin əleyhissalam Ərəfə duasında necə buyurur? İlahi, səni tapan nəyi itirmiş və səni itirən nəyi tapmışdı? Baxın, necə böyük bir sözdür. Dünyanın istənilən yerində, istər böyük sərvət sahiblərinə, nüfuz sahiblərinə baxın, əgər həyatlarında Allah yoxdursa, yenə axtarış içindədirlər. İrbələ o qədər sərvət, nüfuz, şöhrət var, amma baxırsan ki, yenə də axtarış içindədir, yenə boşluq içindədir, nəsə axtarır. Niyə? Çünki Allah yoxdur həyatında. Əsas şey olan Allah yoxdur həyatında. Allahı itirib. İnsan ümidli halda yaşamaq istəyirsə ki, müsbət aurada olsun həyatı və həyatında mənəvi inkifafa çatsın, gərək birinci Allahı həyatından çartmasın, daim Allahla olsun. Necə ki, Rad surəsində buyurulur ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar. Yalnız və yalnız Allahı xatırlamaqla, hər anında bilginən Allah səninlədir, hər nəfəsində bil Allah səninlədir. Onda həyatın rahat olacaq, yoxsa mümkün deyil. Dedik ki, biri ümiddir ki, insan biri ümidlə yaşamalıdır. Digəri isə qorxudur. Bəs qorxu nədir? İndi isə gələk qorxuya. Qorxu o demək deyil ki, insan bəzən elə başa düşür ki, mən günah eləyəndə dərhal ağız burnum əyilər, falan başıma bir iş gələr. Qorxu təkcə bundan ibarət deyil ki, qorxu o deməkdir ki, Allahın rəhmətindən uzaq düşərəm, birdən Allahın nəzərindən düşərəm. Allahın qəzəbi bilirsiniz nədir? Qəzəb rəhmətin əksidir. Yəni Allahın qəzəbi varsa, mən Allahın rəhmətindən kənaram. İnsan bunu ilə qorxsun ki, bir əməli eləyəndə, günah qarşısına çıxanda desin ki, birdən mən bunu eləyərəm. Allahın gözündən düşərəm, məcazi mənada desək. Allahın rəhmətindən kənara düşərəm. Allah məni nəzərindən kənara qoyar. İnsan bundan qorxmalıdır. Məsələnin aydın olması üçün istəyirəm sizə bir misal verim. Məsələn, təsəvvür edin ki, bir ata öz övladına deyir ki, mən səni çox istəyirəm. Amma mən görsəm ki, sən siqaret çəkirsən, sən mənim gözümdən tamamilə düşərsən. Tamamilə bütün sevgim itər sənə qarşı, bütün gözümdən düşərsən. Ağıllı evlad neyniyər? Narahat olar ki, birdən mən siqaret çəksəm, atam bundan xəbər tutsa, atamın sevgisini itirərəm. Və ya nəinki hətta siqaret çəkər, hətta siqaret çəkənlərin yanında belə oturmaz ki, birdən üstüm iyi tutar.
atamın gözündən düşərəm. İnsan da günah müqabilində belə olmalıdır ki, düşünməlidir ki, birdən mən günah eləyərəm, Allahın nəzərindən düşərəm. Nəinki günah eləyərəm, hətta günah məclisindən belə uzaq qaçar ki, birdən həmin yerdə ki, Allahın qəzəbi nazil olar, orada mən Allahın nəzərindən düşərəm, Allahın rəhmətindən uzaq düşərəm. Bax, Allahdan insanın qorxusu bax belə olmalıdır. Qorxu budur. İnsan da gərək əməlində bu cür ehtiyatlı olsun. İmam Sadiq əleyhissalam buyurur ki, Allaha elə ümidvar ol ki, səndən günah etmək qorxusunu götürməsin. Və Allahdan elə qorx ki, səni onun rəhmətindən məyus etməsin. Bu hədisdə imam ümid və qorxunun sərhəddini təyin edir. Yəni ki, ümid səni günaha həvəsləndirməsin, qorxu da səni rəhmətdən naümid eləməsin. Günaha görə qorx, amma hansısa bir yaxşı işə görə ümidvar ol Allahın müqabilində. Pis günah etdin də məyus olma. O necə uşaq olur, yenə də bir səhv eləsə də, anası onu danlasa da, yenə də anasının ağuşuna qaçır. Yenə də günah etdinsə də, yenə də Allaha tərəf qaç. De ki, ilahi, mən səhv eləmişəm, amma bilməmişəm də eləmişəm. Gəlmişəm ki, sən məni paklayasan. Yenə də sənin dərgahına gəlmişəm. Sənin rəhmətinə çünki tam ümidim var. Bilirəm ki, sənin rəhmətin sərhədsizdir. İnsan gərək bu şəkildə yaşasın. Bu şəkildə yaşasa, həyatı aram olar, həyatında da çətinliklər olmaz. Çətinliklər müqabilində də rahat olar. Allah Taala bizləri qorxu və ümid arasında yaşayan bəndələrindən qərar versin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika vanhar. İnna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.